Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli. Amma ba'd. Muhterem qardaşlarım, əmmil cəzmən sonra əsəsə Allah Teala'dan haqq təqvasına qorxmağı nəsihət edirəm. Çünki bu nəsihət, yəni təqvalı olmağı nəsihət etmək bizdən də xeyirli nəsillərin bir-birlərinə etdiyi nəsihət idi və əmanət idi. Ta bu günümüzə qədər xeyir əhli bir-birlərinə Allahdan qorxmağı nəsihət edərdilər. Və necə ki Allah Teala kitabında müttəqiləri, yəni Allahdan qorxanları tərifləyərək deyərdi ki, Allah Teala müttəqiləri sevir. Və təqvaya aparan əməllərdən də biri, qardaşlarım, elm və onun üzərində sabit olmalıdır. Elm və onun üzərində sabit olmaq. Necə buna dəlil olaraq Allah Teala öz kitabında bəzi ayələr nazil etmişdir. Bu ayələrdən bəzilərinə bugün toxunacağıq qardaşlarım. Və o ayələrin içində bəzi olan şübhələr. Təəssüf olsun ki, qiyamətə yaxınlaşdıqca fitnələr çoxalır. Və o fitnələrin də çoxsu bidətlərdir. Və bəzisi şübhələr, bəziləri isə bidətlərdir. Necə ki Allah Resulü öz yaşadığı bir zamanda, bidətin olmadığı bir zamanda ümmətinin parçalanmasını xəbər vermişdi. Və ondan öncəki ümmətlərin də parçalanmasını Allah Resulü xəbər vermişdi. Və bu da hamısı elmdə olan naqisliklərdən. Yəni, elmi düzgün başa düşməmək və düzgün dəvət etməmək və anlamamağın səbəbi ilə olan amillərdir. Və Allah Teala kitabında buyurur ki, فَسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ. Əgər bilmirsinizsə, bilənlərdən soruşun. Və qardaşım, diqqət yetirsən bu ayənin içinə, Allah Teala orada demədi ki, çox bilənlərdən soruşun. Elm və ona nisbət olunan insanların elminin miqdarı heç bir zaman eyni halda olmayıb. Hamı İmam Məlik ola bilmədi. Hamı Sa'id ibn Musayyib deyil. Hər bir alim təbii ki. Hər bir alim İmam Əhməd kimi ola bilmədi. Hər bir alim İbn Qayyim kimi ola bilmədi. Hər bir alim İbn Həcər kimi ola bilmədi. Rahiməhumullah. Hər bir alim İmam Səxavi kimi ola bilmədi. Və hamısının aralarında fərqlər var idi. Təbii ki, elminin mərtəbəsinə görə. Hətta siz hədis əhlinə və hədis əhlinin bir-birlərinə verdiyi təriflərə, yəni musalaha, yəni hədis elminə baxsaq, orada elm əhlini ən birinci halda yəni sabit olan elm əhlini iki sifətlə sifətləndiyi və yaxud iki qrupda zikr etdiyini görəcəksiniz. Onlar deyərlər ki, elm əhli alim iki qrupdan birindədir. Ya o hafiz olmalıdır, yəni hər şey onun zehnində olmalıdır və yaxud da yazdıqlarını kitabə deyirlər, hifzul kitabə, yəni yazdıqlarını qoruyan olmalıdır. Və yazdıqlarını qoruyanların da hifzləri zəif idi. Amma yazdıqları etibarlı sayılırdı. Əlavə bir fayda olaraq qardaşlarım, yəni bu onu göstərir ki, o alimlər ki, onların hifzi yalnız kitab oxuduqları zaman, yəni kitabdan yazdıqlarını dərs keçdiyi zaman üstün olan alimlər şifahi olaraq dərs keçəndə, şifahi olaraq insanlara elm verəndə, yəni öz hifzlərini elm verəndə, onlar yalnızca hörmət olaraq susarlar və dinləyərdilər və fayda olaraq, amma elm olaraq götürməzdilər. Və bu onu göstərir ki, qardaşlarım, insanların elmi fərqlidir. Yəni, dərəcələri fərqlidir. Ona görə hərdən eşidirsiniz bəzi şübhələri və hərdən bəzi dalğalar, küləklər əsir. O əsən küləklərin içində bəzi toz torpaqdan biri də, yəni toz torpaq qədərində qiymətli olan sözlərdən biri də filan kəslərin filan şey elmi çatmır və yaxud da filan kəslərin filan şey danışmaq haqqında hər hansısa bir icazəsi və yaxud da nəsə bir şey yoxdur, birinə Cəbrail vəhy eləməlidir, birinə Mikail vəhy eləməlidir. Yəni, xurafat sözlər işləyirlər. Bu da elmin az olmağını ittiham eləməkdir. Qardaşlarım, alimlər arasında hətta o belə idi. Hər bir alim Şeyxülislam deyil. Alimlər var idi ki, öz fəndindən mütəxəssis idilər. Amma hər bir fəndə yox. Təbii ki, hər bir fəndə elm əhli idilər. Amma hər bir fəndə mütəxəssis deyildilər. Və bu da onu göstərir ki, alimlərin arasında da fərq olub. Və sadəcə olaraq Muhammed sallallahu aleyhi ve sellemin sözünü, Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin sözünü, hədisini dinləsən və onu xatlasan, sənə bəs eləyər ki, elmə əhl olmaq üçün elmin çoxluğu ilə ölçülmür elmə əhl olmaq. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem bəzi sahabələri onun yanına gəldirir. Yeni gənc sahabələr idilər. Və Allah Resulü yanında bir ay yaxın təxminən qaldıqdan sonra evləri üçün darıxırdılar. Elm almaq üçün gəlmişdilər. Və Allah Resulü onları görür.
onların ailələri üçün, zövcləri üçün, övladları üçün, valideynləri üçün darıxdıqlarını görür o gənc sahabələrin. Onlar isə təbii ki, hikmətli idi. Allah qınamadı buna görə, darıxmaqlarını görə qınamadı. Allah isə demədi ki, dözün. Allah isə demədi ki, niyə darıxırsınız? Onlar fanidir, amma elm əbədidir, daimən qalandır. Dözün, bir neçə ildən sonra qayıdarsınız. Əksinə, Allah Resulü onların darıxmaqlarını, ailələr üçün darıxmaqlarını gördükdə onları getmək istədiyi yerə göndərdi, yəni ailələrinin yanına. Allah Resulü yanında az qalmışlar və Allah Resulü onlara əmr elədi ki, sizdən biriniz namaz qılmaq üçün azan versin və yaşlı böyüyünüz imam dursun. Yəni Allah Resulü öyrətdi ki, nə eşitmişsiniz ona əmr edin. Və diqqət yetirin qardaşlarım, o Allah Resulünün yanında olan o sahabələrə biz etiqad edirik ki, elməlidir. Yəni bir insan 20 gün, 1 ay elm tələb eləsə, yəni o nə qədər elm öyrənə bilər? Bir ay nə qədər insan elm öyrənə bilər? Ən yaxşı oldu 30 dənə hədis. Lap olsun 60 dənə, 100 dənə. Minlərlə Allah olsun hədis rəvayət olunur. Yəni görünür ki, o sahabələr minlərlə hədisdən bilmirdilər hədisləri. Yəni nasıl olar? Yəni, Allah Resulundan bilmirdilər. Amma Allah Resulunun sahabələrini, alim olan sahabələrini, Ənəs ibn Məlik radiyallahu anhu, nə Əbu Hüreyrə, yəni muktirlər, yəni çox rəvayət edən sahabilər heç biri onlar haqqında hər hansısa bir aşağılayıcı söz demədilər. Ki filan kəslər Allah Resulündə bir olur, bir ay olur, biz illərlə Allah Resulünün yanında qalmışıq, elm bizdən götürməlidir, onları tərk edin. Yəni bu Allah Resulünün sahabələrinə və yaxud da sələfə baxanda görürsən ki, həqiqətən də ibrət elmin miqdarında deyil. İbrət tələb olunan elmə olunan dəvət və onda olan əmələ görədir. Və həmçində Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "Mən yuridillahu bihi xeyran yufaqqihhu fid-din." Allah kimə xeyir istəyərsə, onu dində fəqih eləyər. Və diqqət yetir, Allah Taala'nın necə ki Peyğəmbər sallallahu aleyhi ve sellemin xəbər verdiyi kimi, Allah Resulü demədi ki, Allah kimə çox elm verərsə, Allah kimə çoxlu əzbər verərsə, o dində fəqihdir. Allah kimə xeyir istəyərsə, o dində fəqihdir. Yəni insanın dində fəqih olması üçün hafiz olmağa ehtiyacı yoxdur. İnsanın dinində fəqih olması üçün bütün hədislərə əzbər bilməyə ehtiyacı yoxdur. İnsanın Allahın dinində fəqih olması üçün Allahın ona xeyir verməsi lazımdır. Allahın onu xeyirli kimi müjdələməsi, hətta bu dünyada belə lazımdır. Yəni insan bildiklərini Allah üstə əməl etməsi lazımdır. Ona görə görürsən, hərdən nə qədər hafizlər var ki, yəni Quran hafizləri var ki, isbalsız və saqqalsızdırlar. Məgər Allahın kitabına biz qaydanda, məgər orada görmürük ki, saqqal vacibdir. İsbal yəni Allah Resuluna Mən ata'ar Resulə fəqad ata'allah. Kim Resulü itaat edərsə artıq Allaha itaat etmiş olar. O hafiz, yəni Quranı əzbərləyib, bu ayəni əzbərləyib. Və isbal Allahın dinindədir. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem sünnəsindən və görünür ki, qardaşlarım, insanın əzbərlərinin çoxalması onun elm əhli olmağına dəlalət eləmir. Və həmçinin nə qədər bidət əhli görürsünüz ki, hafizdirlər. Hədis hafizlərdirlər. Elə ən birinci xavariclər, elə həm hafiz idilər Quranın, həmçinin də hafiz idilər sünnənin, yəni Allah Rasulunun sözlərinin hafiz idilər. Amma törətdiklərinə bax. Osman ibn Affan radiyallahu anhunun əli ilə yazdığı Quran-ı Kərimi oxuyub əzbərlədilər, hafiz oldular və Osman ibn Affanı öldürdülər və təkfir elədilər. Yəni bunu göstərir ki, insanın elmə əhl olması üçün, onun hafiz olmasına, Quran hafiz olmasına və yaxud da onun sünnədə gələn hədislərin çoxuna hafiz olmasına ehtiyac yoxdur. İnsanın zikrə əhl olmasına, necə ki Allah Taala'nın buyurduğu kimi, bilmirsinizsə onlardan soruşun. O əhl olması üçün insanın ən birinci sünnəyə, kitab və sünnəni öyrədən kimi tabi olmaq lazım. Yəni Muhammed sallallahu aleyhi ve sellem öyrətdiyi kimi. Ona görə bugün görürsünüz bəzi dəvətçiləri, bəzi firqələri və bəzi özlərini haqqa nisbət edənləri, onların əzbəri sənin əzbərindən də çoxdur. Onların bəlkə ibadətləri sənin ibadətlərindən də çoxdur. Amma nəticə etibarı ilə, vallahi, bazarda ticarət edən sadə bir müsəlmanın verdiyi xeyir, onların verdiyi xeyirdən üstündür. Ələksinə, o müsəlmanın, bazarda ticarət edən bir müsəlmanın verdiyi zərər, onların verdiyi zərərdən də azdır. Amma nəticə etibarı ilə hafizdirlər, Quran hafizi və sünnən hafizi, yəni hədisləri əzbər biləndirlər. Yəni görürsünüz qardaşlarım, ibrət orada deyil. İbrət orada deyil. Və həmçinin sələfə qaydanda və həmçinin sələfin yoluna qaydanda siz görəcəksiniz ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin həyatına baxanda artıq orada insanların əməlləri idi. Əməl idi. Zaten tabinlərin çoxsu sahabələrdən çox elmli idilər.
Tabiinlərin çoxusu sahabelərdən çox elmli idilər. Hətta Allah Rasulunun yaşadığı vaxtda bəzi kiçik sahabələrin bildiyi hədisləri böyük sahabelər bilmirdilər. Hətta o kiçik sahabelərdən eşitdilər. Hətta Ömər ibn Xattab radiyallahu anhu bir sahabə gəlib onun qapısını döyür və qapını açmır. Və sahabə qayıdandan sonra çıxır, görür ki, Ömər ibn Xattab yoxdur. Cavan sahabə idi, gənc sahabələrdən idi. Ömər ibn Xattab onu tanıdan sonra əsəbləşir. Yəni, baxma, böyük idi, haqqı var. Deyir ki, niyə getdim? Mən çıxırdım. O sahabə deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bizə öyrətdi ki, bir qapının üst səfərdən çox döyməyin. Əgər sizə cavab verilməsə, qayıdın, bu sizin üçün xeyirlidir. Ömər ibn Xattab qayıdır, tutur sahabənin qolundan qayıdır. Alim olan, elində güclü olan sahabələrin yanına. Deyir ki, Allah sizə belə bir söz deyib, sahabələr deyir ki, Ömər, onu bütün uşaqlar bilir. Yəni, hamı bilir onu, sən bilmirsən. Yəni, təbii ki, Ömər ibn Xattabı şərrinə uşaq salmaq üçün bu demədilər. Yəni, bu onu göstərir ki, qardaşlarım, yəni, insanın hətta Ömər ibn Xattab radiyallahu anhu özündən sonra bütün sahabələrdən fəzilətlidir. Ənəs ibn Məlikdən fəzilətlidir. Əbu Hüreyrədən fəzilətlidir. Abadlə hamısından fəzilətlidir Ömər ibn Xattab radiyallahu anhu. Allah Resulü'nün haqqında dedi ki, əgər Nəbi gəlsəydi, Peyğəmbər gəlsəydi məndən sonra o Ömər olacaqdı. Düzdür, bəlkə bu hansısa firqələri qəzəbləndilər bu söz, amma elədir. Yəni görürsən qardaşım, yəni xeyir əhli də hərdən, hətta sahabələr onların xeyrisi var. Allah Resulü'ndən sonra onların xeyrisi var. Biz etiqad edirik ki, yoxdur. Hətta onlar belə bəzi məsələləri bilmirdilər. Hətta Allah Resulü yaşadığı bir zamanda, hətta elmin ortada olduğu bir zamanı bilmirdilər. Hətta kiçiklər böyüklərdən çox bilir. Və bu onu göstərir ki, insanın nələrsə bilməməsi onu elmsiz eləməz. İnsanı elmsiz eləyən bildiklərinə əməl eləməməsidir. İnsanı elmsiz eləyən bildiklərinə əməl edib və ona dəvət etməməsidir. Və bu da sələfin mənhəcidir. Və sələfin mənhəcidir ki, insan bildiklərini əməl etdikcə artır elm əhli sayılır. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellemin sözünə qayıtsan, necə ki Allah Resulü buyurduğu kimi, məndən bir kəlmə də olsun, çatdırın. Və diqqət etir, subhanallah azim. Allah Resulü deməz ki, məndən olan kəlmələr cəm edin, sonra çatdırın. Yəni, öyrənin, yığın 100 kəlmə, yəni 100 hədis, 200, 300, 1000, ondan sonra çatdırın. Allah Resulü deyir ki, bircə kəlmə də olsun, çatdırın. Və diqqət etir, Allah Resulü orada şərt də qoymadı ki, gələksən falan kəs olasan ki, Allah Resulü mənim dinimdən danışasan. Əksinə. Və hədisin özünə baxanda görərsən, kim bilirsə danışmalıdır. Kim Allahın dinindən nəyi bilirsə onu danışmalıdır. Və kim Allahın dinindən nəyi bilirsə və nəyi danışırsa və nə qədər bilirsə qədir qiymətli o qədərdir. Çünki biz insanların zahirinə görə müamilə edirik və qəlbə baxan Allahdır. Təbii ki, az elm olanla çox elmi olan Allah qatında eyni deyil. Az elmi olanla çox elmi olan Allah qatında eyni deyil. Yəni, əlbəttə ki, çox elmi olub, ona əməl edənlər az elmi olub, ona əməl edənlərdən üstündür. Sadəcə o az elmi olub, əməl edənlər çox elmi olub, fitnə salanlardan üstündür. Və bu da eləynədir ki, Allah falan deyir ki, fəsəlu əhlə zikrin kuntum la ta'lamun. Bilmirsinizsə bilənlərdən soruşun. Yəni, o bilənlər olar idi. Ona görə hərdən bəzi şübhələr, bəzi şüarlar, bəzi vəsvəsələr gəlir. Müsəlmanların arasında dövr eləyir. Və bunu bilən və bunu deyən görünür ki, Allah Rasulunun dinindən əzbərlər eləyib, amma onun əzbərləri qəlbinə düşməyib. Onun qəlbinə düşsəydi, Allah Rasulunun sünnəsini bilən o söz deməzdi. Hətta nə qədər ki, sələfin yanına gəlib, alimlərin yanına gəlib, onların yanında hansısa bir hədisi danışardılar. Və hətta elə danışardılar ki, sanki örgədilmiş kimi danışardılar. Olur, hər bir dövrün hikmətsiz müsəlmanlar olur. Və tələbələrindən, o gedəndən sonra həmən o şəxs, həmən müsəlman ayrılandan sonra tələbələri müəllimindən təəccüblə soruşarlar ki, məgər sən onu bilmirdin? Onun dediyini bilmirdin, elə qulaq astın ki, sanki sən onu bilmirsən. Və şeyxləri, müəllimləri olaraq deyərdi ki, vallahi, onun danışdığı hədisləri mən biləndə o anda olmamışdı. O doğulmamışdı. Mən onun danışdıqlarını əzbərləyəndə. Ona görə hərdən görürsən, bəzi sui-istifadə edirlər əxlaqına naqisi olanlar. Çünki Allahdan qorxan, elmini lazım olan yerdə göstərir. Amma Allahdan qorxmayansa hər yerdə göstərir. Çünki elm qəlbdə olur. Zahirdə olan elm hamının saqqalı var, hamının isbalı var, hamının cüməyə gəlir, hamının cümə günü Kəhf surəsini oxuyur. Hamının müştərək olduğu elm var, zahirdə görünür.
Və bunu ortaya açıqda olmasında problem yoxdur. Sadəcə olaraq Allahdan qorxan qəlbində onu eləyir. Hansı ki, o Allahın halalları və haramları və hüdudlarıdır. Onları bilənlərsə yalnızca lazım olduğu yerdə onları danışarlar. Amma əxlaqında problem olanlarsa, həmən insanları cahiliyyən həmişə ittiham edirlər. Bu hər zaman belə olur. Allah Rasulunun zamanında da və hətta bu günə qədər və hətta qiyamət gününə qədər. Çünki aqil olmayan, ağlı olmayan bir insan aqilləri həmişə dəli hesab edir. Aqil olmayan, özü səfeh yəni, səfeh həmişə ağıllı insanlar dəli hesab edir. Hər zaman belə olur. Allah Rasulunun zamanında da hətta sona qədər. Sadəcə səfehliklərində artıq mərtəbələr bölünürlər. Çox səfeh olanlar, az səfeh olanlar və s. Və səfehlər haqqında bilirsə Allah öz kitabına buyurursa. Allah buyurur ki, səfehlərə pul verməyin. Yəni mülkünüzdən, malınızdan heç bir şey verməyin səfehlərə. Yalnız yedizdirib içizdirmək istisnamaq şərti ilə. Subhanallah. Səfehə pul vermək olmaz. Və səfehi, yəni elm əhli kimi qabağa vermək nəsəcə? Səfehə nəqd pul vermək olmaz. Şəriətlə səfehə nəqd pul vermək olmaz. Yalnızca yedizdirmək, içizdirmək olar, geyindirmək olar. Ehtiyacı olan təbii şeylər ödəmək olar. Amma nəqd pul vermək olmaz. Çünki o səfeh olduğuna görə o həmən nəqd pulu səfeh şeylərə xərcləyəcək. O ki qalmışdır, həmən o səfeh özünə elmə nisbət edilən və qabaqda olmasın. Allah qorusun ümmət səfehlərdən. Ona görə qardaşlarım, bu kiçik bir xatırlatma idi və bu xatırlatmanın əsas məqsədi isə insanın bu boş-boş havalara fikir verməməsidir və öz böyük elm əhlinə, yəni onlara xeyri ögədən, onlara dinini ögədən böyük qardaşlarına, böyük elm əhlinə, şeyxlərinə, müəllimlərinə hörmət etməsidir və onlar haqqında hərdən olan bəzi havada uçan avcı qanatlara gəldikdə isə onları sadəcə olaraq, yəni onlardan qorxmadan qovmaq lazımdır. Və Allah Taala'dan istəyirəm ki, elm əhlini və elm əhli sevənləri qorusun və onların yolunu gedənləri qorusun. Çünki xeyr əhlinin yolunu getməklə sünnənin üzərində yol getmək kimidir. Necə ki, Allah Taala kitabında buyurur ki, "Gayra sabilil müminin." Möminlərin yolundan başqa yola tabe olan. Və diqqət yetirir, Allah Taala bu ayədə demədi ki, Allahın və Rasulunun yolundan başqa yoluna gedən. Dedi ki, "Gayra sabilil müminin." Möminlərin yolundan başqa yola tabe olan. Görünür ki, möminlərin yolu da izlənilən, üzərində gedilən bir yoldandır. Allah Taala'dan istəyirəm ki, bizi yolun üzərində sabit saxlasın və bizi elmin əhlindən eləsin və bizi sabit etsin öz dinində və bilmədiklərimizə susmağı və bildiklərimizi isə xeyirli yerdə danışmağı bizə müvəffəq eləsin. Allah Taala'nın sizin görətəmizi qorusun, rəhbərimizi qorusun. Kim ki, onlara pislik istəyirsə, zərər istəyirsə, onların zərərlərini də, pisliklərini özlərinə qaytarsın. Ən son Allah bilir, o subhanəkallahumma bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfirukallahu və etûbu ileyk.